Salam dostlar, bu gün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 28-i başa salacağım. Qida zəncirinə daxil olan halqalar bir-birindən necə asılıdır? İş vərəqi 1. Qida zəncirində canlıların rolu. Səhifə 21, 22 və 23. Gəlin birinci tapşırığa baxaq. Müəyyən bir ərazidə yaşayan canavarların çoxu kütləvi xəstəlik nəticəsində öldükdən sonra bəzi hadisələr baş verdi. Bu dəyişiklikləri ifadə edən hərfləri boş xanalara yazaraq düzgün ardıcıllığı tamamlayın. Əvvəlcə deməli, nə olur? Maralların sayı sürətlə artır, çünki artıq canavarlar ölür, yəni marallar qidalana bilmir. Sonra ərazidəki otların sıxlığı azalır, çünki maralların sayı artdıqca onlar da otla qidalandığına görə otlar azalır. Sonra marallar qida çatışmazlığı ilə üzləşdilər, çünki otların sayı azalır. Və ən axırda da maralların sayı yavaş-yavaş azaldı, çünki artıq ot az olduğuna görə onlar da qidalana bilmirlər otlarla və sayları azalır. Düzgün ardıcıllıq B, A, D, C olur. Tapşırıq 2. Aşağıdakı diaqramda qida zənciri və piramidası təsvir edilmişdir. Bu piramidada düzbucaqların uzunluğu qida zəncirini təşkil edən orqanizmlərin sayına uyğundur. Qida zənciri və piramidadan istifadə edərək aşağıdakı sualları cavablandırın. Piramidanın yuxarısına doğru qalxdıqca canlıların sayı necə dəyişir? Piramidanın yuxarısına doğru qalxdıqca canlıların sayı azalır, çünki onlar bir-birləri ilə qidalanırlar. Verilmiş qida zəncirində enerjinin ötürülməsi ardıcıllığını boşluqlara uyğun sözlər yazaraq tamamlayın. Qarğıdalı bitkisi fotosintezdən istifadə edərək şəkər əmələ gətirir. Tərkibindəki artıq şəkər nişastaya çevrilərək saxlanılır. Nişastada olan kimyəvi enerji qarğıdalı ilə qidalanan siçovula ötürülür. Daha sonra bu enerjinin bir hissəsi siçovuluya, bayquşa ötürülür. Xəstəlik nəticəsində siçovulların sayı qəflətən azalarsa, bu hadisə qarğıdalı bitkisinin və bayquşların sayına necə təsir göstərə bilər? Cavablarınızı əsaslandıraraq yazın. Deməli, bu zaman siçovulların sayı qəfil azalarsa, qarğıdalı bitkiləri daha az yeyirlər və sayı artar. Bayquşlar isə qida çatışmazlığı ilə üzləşərək sayca azalır. Səhifə 22, tapşırıq 3. Aşağıdakı təyin edici açar bəzi canlıların xüsusiyyətlərini göstərir. Deməli, fotosintez edə bilirmi? Bəli, J. Deməli, fotosintez edə bilənlər bitkilərdir. Bunlar da qıcı və qızılgüldür. Xeyr, fotosintez edə bilmirsə, ölmüş canlıların qalıqları ilə qidalanırmı? Bəli, deməli, bu K. Ölmüş canlıların qalıqları ilə qidalanan ağac çürüdən göbələk və papaqlı göbələkdir. Ölmüş canlıların qalıqları ilə qidalanmırsa, bu da L, digər canlılar, bu pişik və tırtıldır. Səhifə 23, tapşırıq 4. Bakteriya və göbələklər qida zəncirdə hansı rol oynarlar? Düzgün cavabı işarələyin. Bütün canlılar üçün oksigen əmələ gətirirlər. Bu yanlış fikirdir. Ölmüş canlıları daha sadə maddələrə parçalayaraq torpağa qaytarırlar. Bu doğrudur. Bitki və heyvanların saylarını tənzimləməyə kömək edirlər. Bu isə yanlışdır. Atmosfer havasını karbon qazı ilə zənginləşdirirlər. Bu isə doğru fikirdir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.